Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və şədən ən la ilahe illallah vəhdahu la şərikə ləhu və təvəllə salihin. Və şədən ən Muhammeden abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm və salatan və səlamən daimin mütələzimin ilə yevmiddin. Allahümme enfa'ni bimə əlləmtəni və əllimni mə yenfa'ni və zidni ilmə. Sonra şeyh rahimahullah yeni bir bab açır. Bəbu bəvli sibyan. Uşaqların nəcisi və yaxud bövlü deyək, yüngül nəcisi. Bunlar üstə düşərsə də hökm necə olur? Ayşə radiyallahu anh gələn hədisdə deyir ki, Utiyə Rasulullah sallallahu aleyhi və səlləm bir sabiyyi. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmə bir uşaq gətirildi. Fəbələ alə thawbihi fədə'a bihə fətbə'u iyyəh. Başqa bir hədisdə gətirir ki, Ümmü Qeysdən gələn hədisdə Ənəhə ətət bibədin ləhə sağir bibni ləhə sağirin ləm yəqul ta'ami ilə Rasulullah sallallahu aleyhi ve sellem fəcələsəhu Rasulullah sallallahu aleyhi ve sellem hicri fəbələ alə thawbihi fədəə bimən fənədəhəhu və ləm yaxsilhu. İki hədisin içində də Ayşə radiyallahu anh gələn hədisdə deyir, bir uşaq gətirildi Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına və də o paltarını deyir, batırdı. Bir hədisdə də gəlir ki, uşağını gətirdi, Ümmü Qeysindir, Ümmü Qeys gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına uşağını, uşaq idi deyir, yemək yemirdi deyir və Peyğəmbər sallallahu aleyhi ve sellem onun qucağında otuzdurdu və deyir, onun paltarını batırdı və dedi ki, su gətirin, həmən yerə su tökdü. Hər iki hədisdə də gəlir ki, yüngül paltarı batırdı qucağında və ona neynədi? Su tökdü. Görünür ki, hər iki halda oğlan uşaqdır. Hər ikisi də nədir? Oğlan uşaqdır. Bunun şərhi gələcəkdir. Necə olur burada hökm? Aleyküm salam. Hədə fi hukmu bəvli sibyanə həl huvə nəcəsin əvlə. Buradan çıxır ki, buradan çıxır ki, bu uşaqların, hər iki hədisə keçən uşaqların bövlü deyil, nəcis sayılır yoxsa yox. Və izəkən nəcəsun keyfə yoxsar. Əgər deyil, nəcisdirsə də onda niyə yuyuldu? أما الجواب السؤال عن الأول فإن نقول إن بول الصبيان نجس ودليل على هذا أن النبي صلى الله عليه وسلم بغسله. Deyir ki, buradan görünür ki, nəcisdir nəcis olmağına. Çünki deyir, niyə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, su gətirin, əmr elədi. Və ora su deyir, nədəhə. Nədah nədir? Çilədi. Su çilədi. Deyir, əgər deyir, nəcis deyildisə, onda niyə dedi ki, su gətirin? Əgər nəcisdirsə, onda niyə yumadı? Nəcis yulur axı. Su çilədi, bitdi. Və əmə keyfiyyətü qusl fəinəhu leysə kən nəcəsəti müğəllaza. Deyir ki, burada deyir, onun keyfiyyətindən gedir ki, müğəllaza deyil, yəni şiddətli nəcis deyil. Şiddətli nəcis deyil. Bəl nəcəsəti müxaffəfə. Deyir ki, çünki o yüngül nəcisdir. Yüngül nə? Niyə yüngül nəcisdir? Və zəlikə ənə yu'tə bilməyə fəyusabbu alə məkən nəcəzə həttə yəşmələhə kulləhə və ətharu bihədə və lə yəhtəcü ilə fərkin və lə ilə asrin. Bu cür deyil nəcis olduqda, baxsan ki, Peyğəmbər sallallahu aleyhi ve sellem su çilədi, onu nə ovaladı, nə də ki, sıxdı, suyunu çıxartdı. İllə izə ərədəl insan ən yəsə min əcli sərhi təxfifi fələbəs. Təcfifi fələbəs, ləkinə leysə onlara daruratan zəlik. Deyir ki, əgər deyir, ora deyir, o cür şey düşdüsə də, insan özü sıxıb təmiz eləmək, qurutmaq üçün, yeni tez qurusun da eləyə bilərsə, zərurət baxımından problem yoxdur. Yəni, bu şeylərdə yoxdur. Hətta su töküb, sıxıb ovalaya da bilərsən, burada da problem yoxdur. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem su çilədi. Su çilənin səbəbləri gələcəkdir. Ləm yəqul təamə hədə işarətü illə illə. Bax, deyir, orada deyir, hədisdə ki, yemək yemirdi.
Yemək yemir deyəndə əksi nədir? Uşaq. Süd əməlidir. Süd əməlidir. Demək, yemirdisə də o uşaq deyil, süd əməlidir. Yemək yeyən uşaq deyildi. Laf körpəyidir. Demək, nə idi? Süd əməlidir. Yəni, buradan nədir? Fəhim o çıxır. Və hiyə ənnə sabi yətəğəzzə billəbən. Deyir ki, o deyir, uşaq deyir, südlə bəslənirdi. Deyir ki, qalə uləmə, alimlər buradan deyir, bu şey çıxarılır. Fərqu beynəhu və beynə mən yətəğəzzə bittəam. Yemək yeyənlə süd içən uşaq arasında artıq fərq var. Yemək yeyənlə süd içən uşaq arasında fərq var. Əlləzi yətəğəzzə bittəami yətəğəzzə bi şeyin thəqil. Əgər deyir, o uşaq yemək yeyərsə də onun nəcisi ağır olur. Ağır, yəni iyili, qoxulu və ağır olur. Və bu baxımından deyir ki, o süd içənlə fəxridir. Çünki süd içən uşağın nəcasəti, bövlü yüngül olur. Yüngül olur. Və evləşdəmə, əgər deyir, bunları cəm etsək, xiffətül ləbəni mə'siğəri sabi sarət nəcəs və xəfifə. Buradan cəm oldu da, cəm etsək, süd içən uşağın nəcisi yüngül, yemək yeyən ki, isə nədir? Ağır olur. Və burada deyir, qəsd olunan su çiləmək istəyir, oğlan uşaq olmalıdır. Val intə qadın, uşaq, kiçik, qız uşağına aid deyil. Baxın və fərqə baxın. Əgər oğlan uşağı süd əmər, qucağa oturduğu halda bövül edərsə də həmən yerə su çiləmək kifayət edir. Qız uşağı bövül edərsə həmən yer yuyulmalıdır. Həmən yer yuyulmalıdır. Niyə? Ləfədə xasu bizzukur. Deyir ki, burada hədis deyir, yalnız deyir, nədir? Oğlan uşaqlarına nədir? Dəlalət edir. Və zəlikə ənəl əslə fi nəcəzə vücubi qasli. وهنا خرجنا مع هذا أصل بها ثبت عن النبي صلى الله عليه وسلم في أطفال الذكور من أنه يكفي تطهير بولهم من ندح فتبقى الإناث على أصله وهو أنه لا بد غسل. Burada deyir görünən odur ki, dəlil uşaqlara süd əmərlər, oğlan uşaqlarına su çiləmək kifayət edir. Lakin qız uşağına yox, qız uşağınınki deyir ağır olur. Qız uşağın hətta süd əmər olsa belə ağır. Ona görə o çıxarılmalıdır paltar, artıq nə eləməlidir? Yuyulmalıdır. Və yaxud da ki, yəni elə bir hal eləyirsən ki, deyək ki, ətəyini batırıb, biraz qabağa çıxardırsan, su tökürsən, yuyub, sıxırsan, bitir. Hər bir halda sıxıb, nə eləməlidir oradan? Çıxarılmalıdır. Nəcis? Çıxarılmalıdır. Yüstəfəd həzə əzim min nihayəti tərbiyyəti تربوية أن النبي صلى الله عليه وسلم على جانب كبير بل أكبر من توادع حيث يؤذى إليه بسبيان ويجلسهم في حجر. Burada deyir, Peyğəmbər sallallahu əleyhi və səlləmin deyir, necə təvazökar insan olduğundan xəbər verir. Çünki deyir, onun yanına gələn kimi sıraz deyir, uşaqları qucağına götürərdi, qucağında saxlayardı. Bu hədisdən deyir, çıxardan faydalardandır. Və həmçinin deyir, paltarını batırdıqda deyir, ləm yu'annəfhu. Onu deyir, yu'annəf nədir? Bir növ azarlamaq. Təhqirdən bir pillə aşağıda, təhqirdən bir pillə aşağı. Yəni demədi ki, bu uşağın da batırdı üstümü, belə elə də. Yəni nə dedi? Heç kimə heç nə demədi. Nə də ki, tərifləmədi. Allahümə bərik, batırdı. Bir kəlmə dedi ki, su gətirir və su çilədi. Yəni heç nə demədi. Bu da yəni Peyğəmbər sallallahu aleyhi və səlləm necə gözəl, necə bir təvəzzükar insan olmağına deyir, dəlalət edir. وَدَعَ بِهَا إِزَالَةِ الْمُسْتَفَاتِ وَنَظَرُ ذَلِكَ مَا ثَبَتَ فِي حَدِيثِ الْأَعْرَابِيِّ بِسَوْدَ هَذَا جَوَازُ سُؤَالِ غَيْرِ مَا جَاءَتْ بِهِ الْعَادَةِ. Yəni deyir, burada deyir, buradan faydalardan da deyir, çıxır ki, adət olan bir şeylərdə yəni təvəzzükarlıq, məsələn, göstərmək yaxşıdır. Məsələn, deyirsən ki, qardaşına biz susuz. Suz gətirəndə və cəzakallah xeyran demək. Bu hamısı nədir? Təvazükarlıqdandır. Bir insan, bir qardaşın sənə bir xeyr etdikdə, ona cəzakallah xeyran deyirsən, bərakallah deyilsənsə də, o sənin nəzakətindən irəli gəlir.
sənin təvazökarlığından irəli gəlir. Və yaxud da ki, gətirəndə suya borcundur, gətirməlisən, balacasan. Bu artıq nədir? Təvazökarlıqdan deyil. Bu bir növ nədir? Yaxşı deyil. Və ona da gətirirlər ki, bu cür şeylərdə demək nədir? İcazəlidir. Qardaşına demək icazəlidir. Və sonra başqa hədisdə gətirir ki, ayaq üstə ayaq yoluna getmək. Uzaq radiyallahu gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm subatatul qavm. Bir deyir, qövmün zibilxanasına, yəni atılmış bir yerə də, qıraq bir yerə də, şey atılmış bir yerə də ayaq üstə bövl etdi qaimən, yəni ayaq üstə. Sonra dedi ki, su gətir və su gətirdim və onunla dəstəmaz aldı. Yəni yundu dəstəmaz aldı. Başqa bir hədisdə gətirir ki, Ra'aytun ana və Nəbi sallallahu əleyhi və səlləm tanaməş fəətə subətə qavmu xalfə haid. Fəqam يقوم أحدكم فبال فنبذت منه فأشار إلي فجئته فقمت عند أقبي حتى فرغ. Deyir ki, bir gün deyir Peyğəmbər sallallahu aleyhi və səlləmdə gördüm ki, bir hansısa zibilxanaya, ayaq yoluna gedir. Mən deyir, xeyli uzaqlaşdım biraz və mənə işarə etdi ona yaxın gəlməyə və gəldim deyir, arxasında durdum. O deyir, öz ehtiyacını raf edib qutarana qədər. Yəni, buradan görünür ki, ayaq yoluna getmək, yəni burada da indi də var da, o icazəlidir. Məsələn, deyək ki, ayaq yoluna gedirsən, arada bir dənə nə var? Beləcə bir şey var, bölünübdür. Elədir? Ara kəsmədir. Yəni, bir növ ona da alt edir də. Yəni ki, orada da böl-bölə durursan və yaxud da arxa-arxaya durursan. Yəni, görsənmir. Burada qəsd hədəf nədir? Ayaq yoluna ayaq üstə getməyin iki şərti var. Şərtlərdən biri, sən deyir, onun keçən səs vurğuladıq, bir dənə açıq artıq geniş gətirir. Birinci deyir, üzərinin tələvvüs olmaması. Tələvvüs nədir? Çirklənməməsi, üstünə sıçramaması. İkinci deyir, yəmədən nəzran, yəni kiminsə sənin övrət yerinə baxmağının nədir? Olmaması. Yəni, elə bir hal olmalıdır ki, sən orada görsənməməlidir. Aydın oldu mu? Yəni, bu iki halda deyil, icazəlidir. Lakin bir dənə illə var. İllə nədir? Ayşə radiyallahu anhə gətirir ki, bu deyir, ayaq üstədir olma məsələsi Quran nazil olmamışdan öncə olur. Ayələr ki, deyir, nazil oldu, onda deyir, bu olmayıbdır. Lakin bəzi alimlər gətirir ki, xeyr, yəni mənsux oldu. Yəni var idi, sadəcə mənsux oldu, nəsx olundu. Qüvvədən düşdü. Yəni biz içki kimi də, içki nətər idi? Üç qismi axırdan oldu, nəsx oldu. Lakin deyir, bəzi odur ki, Ayşə radiyallahu anh deyib, lakin o şeyi görməyibdir. Lakin sahabə öz gördüyünü danışıbdır, deyir. O da deyir, Quran da nazil olmuşdu, davam edirdi. Və ona görə də bu da alimlər arasında nədir? İxtilafdır. Məsələ nədir? Hər bir halda biraz nədir? Qorxuludur. Hər bir halda qorxuludur. İnbələ min əsfəlihə, əgər deyir, məsələn, oturaraq, bəziləri gətirir ki, orada qaimən dedikdə, baxın, biri var tam oturmaq. Qaid, tam oturmaq. Bir də var ki, dizlərini sadəcə qatlayıb. Dizlərini qatlayır, tam qatlamır da, rahatlaşmır. Dizlərini qatlayıb, yüngül belə ayaq yoluna gedir. Yəni, bu deyil, iki hallı deyil. Hər bir halda qatdaq görsəndir. Qatdaq görsəndir. Və ona görə burada alimlər gətirir ki, iki hal var da. Əgər deyir, onda deyil, qıraq yerdə olanda çalış, yəni imkan varsa, çox da əyilmədə. Biraz dizlərini qatladın, elə ki, üstünə sıçramasın. Yuxarıdan deyil, aşağı gələndə istər-istəməz çox sıçrama ehtimalı var. Amma dizlərini qatlayıb, yüngül gedəndə, tam oturmadan da, orada deyil, fərqlidir. Biraz nə olur? Gücü
azalır da, belə deyək də, bövlün gücü azalır. Ancaq bu şeylərə də diqqət eləmək lazımdır. Lakin başqa bir hədisdə gəlir ki, Əbu Musa Əşəri yüşəddədi fil bəvl. Bu cür deyir, Əbu Musa Əşəri gətirir ki, bu cür bövüllərə deyir, çox deyir, sərt idi. Bu cür deyir, ayaqında gedir. Hətta deyir, bir nəfər uşağı görür ki, ayaq üstə gedir, səhədisdir. Deyir, İnnə bəni İsrailə kənu idə əsabə fəvbə əhədihim qaradah. Deyir ki, ey uşaq, sən niyə deyir, belə ayaq üstə gedirsən? Bənu İsrail deyir oğlanları, Bəni İsraillə biz Yahudilər, ayaq üstə deyir, gedib, paltarlarını nəcis düşəndə ümumiyyətlə kəsib deyir, atırdılar. Qaradah kəsib, qayçı ilə maqas o hər yeri atırdılar. Sən deyir, niyə deyir, ayaq üstə gedirsən deyir, üstünə batıracaqsan da, yəni şiddətli baxırdı buna. Və sonra gətirir ki, burada iki haldır, lakin deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, ayaq üstə gedibdir. Ona görə deyir, məsələ biraz gənə də qəlizləşir. Lakin nəsranilər əksi idi. Batıranda nədir? Caiz görürdülər. Yahudilər yox. Yahudilər kəsib atırdı, nəsranilər yox. Nəsranilər caiz görürdülər. Batsa da problem yoxdur. Ona görə də Əbu Musa Əşəri gətirir ki, bu şeylərə deyir, nədir? Sərt baxardı. Hətta deyir, Ənəhum lə yəhtəmunə bil-bəvli itlaq və lə yəqsilunə fəkənə fi hədə ümmətə vasada beynə şədidə yahudu və təsil nəsrə və Allahu ələm. Nəsranilər deyir, bu şeylə deyir, lə yəhtəmunə, yəni nə deyir, diqqət etmirdilər. Yəni, alimlərin qövülləri çoxdur bu haqda. Lakin deyir, əs-savab, ən doğrusu odur ki, ayaq üstə, ayaq yoluna getmək olar, ehtiyac varsa. Ehtiyac, yəni əgər görürsən ki, yəni üzərinə heç bir ehtiyac yoxdur, yəni çöməlif, rahat ayaq yoluna getmə gücün varsa da, onda deyil, nədir, onu tərk elə, hər an, hər dəqiqə üstünə nədir, sıçraya bilər. O da deyil, murdar hökmü daşıyır. Sən onu yuya bilməsən, orada namaz çətinləşəcək sənin üçün, hətta üstündə bilə-bilə gedəsən, batil olur və hətta Ayşə radiyallahu anh hədisi biraz, qövlü biraz daha da şiddətlidir və Əbu Musa Əşəriinki lap dəhşətlidir. Nəsranilər deyir, bir-birini batırır, deyirsən, niyə deyirsən? Yəni, çox ağırdır. Ona görə məsələyə nə deyir? Diqqətlə yanaşmaq lazımdır. Ən doğrusunu deyir, Allah bilir. İhtəc ilə bəvlü ləm yecid illə tilkə subətə. Yəni, deyir, bu da deyir, orada baxsan ki, əgər deyir, bunu eləmək istəyirsə, birinci deyir, Peyğəmbər zibillik tərəfə getdi, deyir. Sən birinci onu tapmalısan, elədirsə də. İkinci deyir, mən deyir, zibillik tərəfdə həmçində divar var idi, deyir. Elə elədi ki, deyir, sürüşdü. Həm görünmədi, görünmədi, həm də bövül sürüşürdü, deyir. Yəni, elə eləyirdi ki, heç gəlmədi, deyir, öz tərəfinə. Yəni, bu, deyir, şərtlərə diqqət eləməlisən. Üçüncüsü sən, deyir, heç kim görməməlidir. Sən övrət yerini heç kəs görməlidir. Görərsə də artıq bu nədir, haram hökmünə düşür. Onun üçün məsələ biraz nədir, ağırdır, şiddətlidir. Sonra gətirir şeyx qan haqqında, qanın yuyulması, qanın nəcis olub olmaması, bunlar da alimlər arasında ixtilaflıdır. Burada kifayətlənək, Allah subhanallah bizə kifayələnlərdən etsin. Subhanəkə Allahü həmdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.